Uşaqlıqdan həkim olmaq mənim öz xəyalim olub və hər zaman həkim olmağımı ailəm də mənimlə birlikdə təsdiq etmişdi ki, sən istəyirsənsə həkim ola bilərsən. Və biz fikirləşdik ki, burada yox, mən gedim xaricdə oxuyum, yəni Türkiyədə və bunu Azərbaycana gələrək müəllimlərimlə birlikdə, dostlarımla birlikdə qərarlaşdırdıq və hazırlıqlarımıza başladıq. Özüm daha da istəkli oldum ki, Türkiyədə təhsil alım. Çox yaxşı idi. Müəllimlərimlə birlikdə çox böyük bir yol qət etdik. Onlara çox təşəkkürlərimi bildirirəm. Azərbaycanın özünə də yaxşı ki, tanış oldum Azərbaycanla da. Təşəkkür edirəm Azərbaycana. Çox sağ olsunlar ki, mənim sənədləşmə işlərimə və hər şeyimdə kömək etdilər müəllimlərimlə birlikdə. Çətin bir yoldur. Bu balları yığmaq da çətindir. Yoxsa getmək üçün, yoxsa hazırlaşanda çox çətinliklər görəcəksiniz. Əgər yoxsa hazırlaşırsınızsa əlbəttə ki, yolun özü də çətindir, amma özünüzə güvənin, inşallah hər şey yaxşı olacaq.